Sizcə qarşıdakı 5 il ərzində gündəlik həyatımızı səssiz, amma köklü şəkildə dəyişəcək ən əsas texnologiya hansıdır? Məncə bu texnologiya artıq öz missiyasına başlayıb və davam edir bu dəyişikliyi etməyə bizim üçün. Süni intellekt deyərdim. Süni intellektin inkişafına baxmayaraq, hansı bacarıq və ya peşələrin insanlara məxsus qalacağını düşünürsünüz? Məncə bütün peşələr insanlara məxsus olaraq qalacaqlar. Çünki süni intellekt burada daha çox köməkçi, assistant rolunu oynayır. Misal, ən çox dəyişiləcəyini düşündüyümüz, ehtiyacın qalmayacağını düşündüyümüz ixtisas qrafik dizayndır. Amma mən belə düşünmürəm. Çünki mən bir qrafik dizayner deyiləm və bir qrafik dizaynerlə mənim süni intellektlə yaratdığım məhsul arasında yerlə göy qədər bir fərq olur. Çünki ora baxış açısı var, təcrübə məsələsi var, yanaşma məsələsi var və süni intellektin hazırladığı məhsulun üzərində yenidən onu humanize etmək, yəni daha canlı sünilikdən çıxarmaq üçün bir proses getməlidir ki, bunu yenə qrafik dizayner eləməlidir. Və bu digər sahələr üçün də keçərlidir. Misal, hər hansısa bir mühəndisdən götürsək, tutaq ki, front-end developer götürsək, onun üçün də bu keçərlidir. Yəni, platforma müəyyən qədər kodları verə bilər və yaxud da süni intellekt sizin üçün bir sayt hazırlaya bilər. Amma yenidən onun üzərində bir developerin işləməsi gərəkəcək ki, bu istədiyimiz səviyyəyə gəlib çata bilsin. Yəni, sünilikdən çıxıb təbii hal ala bilsin. Hazırda sizin istifadə etdiyiniz hər hansı bir tətbiq və ya texnologiya var ki, onsuz gündəlik həyatınızı təsvir edə bilmirsiniz? Təəssüf ki, buna süni intellekt deyə bilməyəcəm. Çünki bunun cavabı sosial mediadır, sosial şəbəkələrdir, xüsusilə Instagram və WhatsApp və plus LinkedIn-dir. Amma ələxüsus da WhatsApp-dır ki, məncə gündəlik həyatda olmasa, proses mənim üçün qat-qat daha çətin olar. Məncə tək mən yox, hər kəs üçün. Təbii ki, alternativləri var, amma tək WhatsApp deməyək o zaman. Ümumiyyətcə bu kommunikasiya qura bilir, rahat kommunikasiya qurduğumuz WhatsApp, Telegram kimi applikasiyalardır ki, bunlar olmasa həyatımız qat-qat daha çətin bir mərhələyə keçər. Siz süni intellektdən necə istifadə edirsiniz və onun düzgün istifadəsini nə hesab edirsiniz? Mən əslində bu mövzuda çox da çalışqan deyiləm, tənbələm biraz. Çünki daha çox yaxşı istiqamətlər üzrə istifadə edib daha qat-qat çox faydalana bilərəm. Amma mən hələ ki ChatGPT ilə kifayətlənirəm böyük hallarda, əksər hallarda. Bu mənə görə minusdur. Düzgün istifadəsinə qaldıqda isə məncə düzgün ya da yanlış istifadə formatı yoxdur. Nə qədər çox istifadə edə bilirsinizsə və daha doğrusu nə qədər daha çox effektiv işinizə yararlı, nəticə yönünü istifadə edə bilirsinizsə, o qədər daha yaxşıdır. Sadəcə bəzi zərərli tərəfləri var ki, çalışıb onlardan uzaq durmaq lazımdır. Bunlara da süni dost yaradırlar, bəzən süni sevgili yaradırlar özləri üçün, hansı ki, bir real insan yox. Arxa fondan bir databaza sizin duyğularınızı təmin edir ki, bu yaxşı bir hal deyil. Bunlara çıxmaq şərti ilə əgər keyfiyyətli bir iş üçün istifadə edirsinizsə, yəni limitsiz şəkildə nə qədər istəsəniz istifadə edə bilərsiniz.